Salam, kanalıma xoş gəldiniz. Bu gün axşam yeməyi üçün çox ləzzətli plov, yanında toyuq cığırtma hazırlayıram. Qaracüz lobyanı gecədən islatmışdım ki, səhərsi günü rahat bişsin. Qazanın içərisinə əlavə edib, üzərini keçəcək qədər su əlavə edib qoyuram bişməyə. Bişirəcəyim düyünü ilk öncə yaxşıca yuyuram. Su əlavə edib içərisinə 1 yemək qaşığı duz əlavə edib qarışdırıram və bir kənarda gözlədirəm. Təxmini 20-30 dəqiqə qədər suyun içərisində gözlədirəm mən düyünü. 4-5 dəstə şüyüdü, yumuşam, xırda-xırda doğrayıram. Düyünü bişirmək üçün su qoymuşdum ocağın üzərinə. Qaynadıqdan sonra içərisinə 2-3 yemək qaşığı qədər duz əlavə edib qarışdırıram. Sonra isə düyünü içərisinə əlavə edirəm. Düyünü tökdükdən təxmini 2-3 dəqiqə sonra içərisinə bişmiş olan qaracüz lobyaları da əlavə edirəm. Doğradığım şüydü də içərisinə tökürəm, düyünün bişməyini gözləyirəm. Düyünün bişməsini belə yoxlayıram. Əgər əlinizə götürüb sıxdığınızda düyü əzilirsə, demək ki, düyü hazırdır. Qorapaların içərisində süzürəm artıq suyunu. Zəif xodda olan ocağın üzərinə qalın dəmir yerləşdirirəm. Qazanın üzərinə qoyub süzdüyüm düyünü içərisinə əlavə edirəm qazanın. Üzərindən də yağ əlavə edib qapağını örtürəm və dəmə qoyuram. Düyü bişənə qədər mən isə cığırtmanı hazırlayıram. Qabığını soyub yuduğum soğanları bu şəkildə doğrayıram. Tavanın içərisinə yağ əlavə edib soğanları orada qovururam, rəngi qızılı halına gələnə qədər. İçərisinə biraz sarı kök əlavə edib yenidən qarışdırıram. Öncədən bişirdiyim toyuq ətini də soğancağın içərisinə əlavə edirəm. Qeyd edim ki, toyuq ətini bişirdiyim zaman üzərinə duz əlavə etmişdim. Yenidən üzərinə duz səpirəm, ara bir qarışdırmaqla biraz qovururam. Soğança ilə toyuq əti bir yerdə yaxşı qovrulduqdan sonra üzərinə yumurtasını əlavə edib qapağını qoyuram. Yumurta yaxşı bişdikdən sonra ocağı söndürürəm. Və budur, çox ləzzətli axşam yeməyi hazırdır. Qeyri-adi yemək deyil, bilirəm hər kəsin evində bişən yeməkdir. Mən sadəcə burada bilməyənlər üçün bişirmə qaydasını göstərirəm. Əgər qaracüz lobyalı plov hələ də bişirməmisinizsə, mütləq bişirməyinizi tövsiyə edirəm. Çox ləzzətli alınır. Bu gün də məndən bu qədər olsun, dəyərli izləyicilər. Yeni video reseptlərlə görüşmək üzrə inşallah. Sağlıqla qalın.